Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi davam etdirilir. Tikinti işləri Azərbaycan-Ermənistan sərhəddindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə aparılır. 2025-ci ilin sonlarından başlanılan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Xəttin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. Bu göstəricilər layihənin miqyasını əyani şəkildə ortaya qoyur. Yenilənəcək infrastruktur Naxçıvanın həm daxili nəqliyyat imkanlarının genişləndirilməsinə, həm də gələcəkdə beynəlxalq tranzit marşrutlarına inteqrasiyasına xidmət edəcək. Layihə yalnız Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi baxımından deyil, Azərbaycanın regionda yeni nəqliyyat və logistika imkanları qazanması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq Zəngəzur dəhlizi layihəsi orta dəhlizin indidən ən vacib segmenti kimi görünməkdədir. Təsadüfi deyil ki, möhtərəm prezidentin Naxçıvan səfərində verdiyi müsahibədə də Zəngəzur dəhlizi ilə bağlı məqama xüsusi yer verildi və bir daha vurğulandı ki, Zəngəzur dəhlizinə Azərbaycanın daxili layihəsi yox, bütövlükdə qlobal iqtisadiyyatın döyünən nəbzi kimi yanaşmaq daha doğru olar. Bilirsiniz ki, Azərbaycan bu istiqamətdə özlərinə düşən vəzifələri çox ciddi şəkildə yerinə getirir. Bu marşrutun reallaşması Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirə və regionun şərqlə qərb arasında daha mühüm tranzit məkanına çevrilməsinə imkan yarada bilər. Orta dəhlizin ən vacib segmenti kimi çıxış edən Zəngəzur dəhlizinin əhəmiyyəti yeni geosiyasi şəraitdə xüsusilə diqqət çəkməkdədir. Məlumdur ki, bugün artıq ənənəvi yollar özünün ənənəvi alışılmış bəhrəsini verə bilmir. Bu da təhlükəsizlik amilləri ilə bağlıdır. Eyni zamanda qütblər arası ziddiyyətin xüsusilə dərinləşməsi ilə bağlıdır. Azərbaycan isə stabil ölkədir, xüsusən Vətən müharibəsi və terror tədbirlərindən sonra bölgədə oturaq, dayanıqlı sülhün formalaşması, həmçinin Azərbaycanın güc və imkanları hesabına, müstəqil xarici siyasət kursu hesabına kənar qüvvələrin bu bölgəyə təsir imkanlarının minimuma endirilməsi Azərbaycan əlbəttə ki, qlobal daşımalarda sözün əsl mənasında bir xaba çevirib. Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən Horadiz-Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq. Bir sözlə Zəngəzur dəhlizi üzrə dəmir yolu layihələrinin icrası Azərbaycanın nəqliyyat xəritəsində yeni mərhələnin əsasını formalaşdıracaq. Şəhla Poladova, Xəzər xəbər.